Asif obrazı küçə uşağıdır. Gələcəm, gedəcəm. Biz niyə komediyadan belə danışırıq? Qulağında sırğa. Sırğalı filan belə xüsusi vurğuladınız. Siz bilirsinizmi nə ağırsınız, nə edirsiniz, nə dəri yaşayırsınız. Məktəbdə vəziyyət yaxşı deyilsə, cəmiyyətdə də heç nə yaxşı olmayacaq. Televiziya tamaşaçı istəyinin arxasıca getməməlidir. Elşən Əsgərov bugünkü gündə bahalı aktordurmu? Elşən Əsgərov bahalı aktyordur. Əgər belə bir təklif gəlsə, kifayət qədər maddiyyat qarşılığında, yəni böyük bir büdcə ilə oynamaram dediyiniz obrazla oynamağa razılaşarsınızmı? Nə yaxşı, harada deyirlər? Harada deyirlər? Mən istəyirəm güllər açılsın. Güllələr açılmasın. Amanlı, yağmansız. Salam, 200+1-ə xoş gəlmisiniz. Bugün qonağımız aktyor Elşən Əsgərovdur. Xoş gəlmisiniz Elşən bəy. Sağ olun, çox sağ olun. Xoş gəlmisiniz Elşən bəy. Çox xoşdur sizi burada görmək. Sağ olun. Elşən Əsgərov əslində kimdir? Elşən Əsgərov əslində heç kim elə Azərbaycan Respublikasının vətəndaşı. Vəssalam. Və çox sevilən aktyor. Bilmirəm. Son dövrlərdə sizi Tilov serialında izlədik. Biraz fərqli bir obraz idi və tənqid eləyənlər də oldu, tərif eləyənlər də oldu. Sizi hardasa bu rola görə çox, belə deyək də, çox intellektual aktyor olaraq bu rolda bir qədər Asif obrazı biraz dəlisov. Necə oldu bu xarakteri canlandırmaq? Valla Asif obrazını canlandırmaq, digər obrazlar necə canlandırılırdısa, bu da elə baş verdi, yəni. Xüsusi bir nəsə olmadı, yəni. Eyni mərhələ baş verdi. Digər obrazlar üzərində iş necə gedirdisə, bunda da həmçinin. Elşən bəy, belə bir rəylər var. Vüsalə xanım da vurğuladı ki, sizin intellektual səviyyənizin sanki o Asif obrazının səviyyəsindən uyğunlaşdıra bilmədilər və belə bir rəylər də var idi ki, Asif obrazı küçə uşağıdır. Amma Elşən Əsgərovun intellektuallığı gözlərindən o intellekt səviyyəsinin yağmağı sanki o Asifi biraz kölgəyə qoydu. Yəni üzə tam çıxmadı kimi rəylər var idi. Yəni uğurlu alınmayıb da, belə deyə bilərik. Belə deyənlər də var, çox tərifləyənlər də var ki, sizin oyununuza qıcıq olublar ki, bu da inandırıcılıqdan irəli gələn mərhələdir. Normaldır da, yəni bu bəyənən də olmalıdır, bəyənməyən də olmalıdır, amma ki maraqlıdır o, yəni ki Ümumiyyətlə tənqidi rəylər çox varsa, məncə rol bəyənilib əslində. Yəni bəyənilməyə də bilər də, normaldır. Amma mənim özümdə də belə idi ki, müəyyən hissəsində gördüm ki, yox, nəsə o deyil. Müəyyən hissəsində görürdüm ki, nəsə davam edir xətt, bəzən qırılırdı. Ola bilib, yəni. Bəs, bax, bu məqamda mənə maraqlıdır ki, Elşən Əsgərov özü rol üzərində necə işləyir? Əvvəldən sona qədər o xarakteri necə çatdırmağa çalışır? Yəni, deyək ki, Asifi özünə nə qədər, belə deyək də, yaxın, özünə oxşar məqamlar tapır və yaxud oxşamağa çalışır. Oxşar məqamlar deməyim, oxşatmağa çalışır. Rol üzərində, yəni, necə işləyirsiniz? Rol üzərində iş, yəni, o təklif olunan rolun xarakterini müəyyənləşdirilməsi, bir də rol perspektivinin hazırlanması, belə də hamı necə biz deyilə. Ümumiyyətlə seçimləri necə edirsiniz Elşən bəy obrazı? Təklif gəlir rolla bağlı və bu rolu hansı kateqoriyaya görə seçirsiniz? Yəni daha öncə oynamamış olduğunuzdanmı olmalıdır, yoxsa ola bilər ki, bir-birini təkrarlasınlar? Yəni necə bir yanaşma olur sizdə seçimlərdə? Seçimlərdə eynilik olmayanda daha belə maraqlı olur da, belə daha adamı həvəsləndirir sanki. Amma demək olar ki, eyni tərzdə rollar olmayıb. Fərqli olub oynadığım. Təklif olunan filmlərdə, seriallarda fərqli belə
fərqli insanlar təklif olunub. Emil Quliyevlə ilk işbirliyiniz pərdədə olmuşdu, səhv etmirəmsə, düzdürmü? İkinci pərdə. O pərdə filmindən sonra biraz daha çox tanınmağa başladınız və daha sonra ardıcı Simurq gəldi. Bəli. Bəlkə biraz ardıcıllıqla gedək. Hə, gedək Daha də. maraqlı olsun. Pərdə idi, pərdə filmi. Pərdə filmindən sonra o İbiş çox bəyənilmişdi. Bəli, bayaq elə Adətən mən- Elşən bəyə də bildirirəm. Oğlum soruşur ki, qonağınız kimdir? Deyirəm ki, bəs Tilovdan Aysif obrazını canlandıran Elşən. Deyir, pərdədəki İbiş. Deyirəm ki, ya oradan daha çox yadda qalan obrazda. Yəni birinci o oldu, belə deyim də, sektorda o daha çox tanınmağa başladım İbişlə belə. İbiş belə uğur gətirdi demək olar. Paralel olaraq da Əsa teatrındasınız. Hə, əsa yox. Əsa eyni vaxtda Yox teatrındasınız, bəli. Belə deyək də, teatrla kinonun bir balaca fərqindən aktyor üçün bəlkə danışaq. Hə, danışaq. Teatrla filmin fərqi bildiyimiz kimi, yəni teatr canlı prosesdir, film isə çəkilir və sonra yayımlanır. Filmdə həmən anda, həmən çəkildiyi vaxtda bir aktyor kimi sənin eləyə bildiyin nədirsə, əgər təpərin varsa və bunun üçün münbit şərait varsa, öz bacardığının ən yaxşısını göstərməyə çalışmaq lazımdır ki, çünki o bir dəfə çəkildi və onun təkrarı yoxdur da. Əlindən gələn ən yaxşısı nədirsə, onu eləməlisən ki, o yaddaşa yazılır. Teatrda isə bu belə deyil, repertuar olduğuna görə o dəyişə bilir, yəni. Bir nümayişdə nəsə yanlış gedirsə və yaxud da ki, uğursuz nümayiş olursa, növbəti nümayişlərdə onu düzəltmək imkanı olur. Bəs Simurq serialına necə? Orada başrolü canlandırmışdınız. Bizim əzizimiz Pərviz Seyidlinin ssenarisi əsasında və çox məncə uğurlu bir serial idi. Bəli, çox sevilən, kifayət qədər sevilən bir serial oldu Simurq. Hə, elə idi. Orada da əslində demək olar ki, mənim ilk serialım idi o, Simurq serialı. Bəli, serialımız ilk. Yox idi, xırda bir iş var idi. Ondan belə deyək də, professional serial təcrübəsi Simurqda oldu. Və Simurqa da açığı belə əslində mənə birinci deyiləndə çəkilmək istəmirdim. Qəribə idi ki, onda serialı nəsə çəkilmək istəyi yox idi məndə. Pərvizlə biz görüşdük, danışdıq. O dedi ki, sırf sənin üçün yazılıb. Mən elə də düşünmüşdüm ki, Pərviz o rolü məhz sizin üçün yazılıb. Elə də oldu, belə razılaşdıq, çəkildi. Sonra ikincisi çəkildi Simurqun, belə. Elşən bəy, bu seriala çəkilmək istəmirdim dediniz. Bu o düşüncədənmi irəli gəlir ki, sənət kütlə üçün deyil, düşüncəsindənmi irəli gələrəkdən istək yox idi, yoxsa? Yox, sənət həm də kütlə üçündür axı. Həm də kütlə üçün. Hə, kütlə üçündür. Yəni amma yaxşı nədirsə onu eləməyə çalışmaq daha yaxşı olar da. Təbii ki, sadəcə gündəlik seriallarda aktyor potensialını daha çox büruzə verə bilmir, o imkan və şərait yoxdur. Tək aktyor üçün yox, ümumiyyətlə bütün yaradıcı kollektiv üçün deyərdim. Simurq tipli seriallar isə biraz istiqaməti dəyişdi sanki. Ümumiyyətlə, yəni 10 serialıq, 12 serialıq seriallara keçid biraz daha çox keyfiyyəti qaldırdı. Mənə görə Simurq da yəni bunun hardasa bir başlanğıcını qoydu. Demək olar, hə, elə demək olar ki, başlanğıc. Düzdür, ondan öncə də seriallar var idi. Ondan öncə nə idi bilmirəm ki. Daha sonra da vardı. Sadəcə estetik görünüş baxımından, operator işi, rəssam işi, yəni tamamlayırdı bir-birini və aktyorların obrazı. Elə bir ki, hamısı əyninə biçilmişdi və bu baxımdan, yəni deyirəm, o rol da seçimlər də çox yaxşı idi orada aktyor seçimləri. Sizin üçün yazıldığı üçün mən Pərvizi müəyyən qədər tanıdığım qədər bilirəm ki, məhz o obrazı yazanda ümumi sizi də yəni düşünmüşdü. Ona görə tam oturmuşdu elə bil ki, bütün obrazlarda yerinə. O baxımdan çox keyfiyyətli bir serial idi mənim fikrimcə. Hə, demək olar, hə. Və ardı gəldi, daha sonra? Ondan sonra, Simurqdan sonra nə oldu ki,
Simurqdan sonra deyəsən mərmər soyuğu. Mərmər oldu, Mərmər soyuğu. soyuğu. Orada da fərqli bir obraz. Hə, Simurqdan əvvəl də şey idi. Balıqçının qızı idi. İsmail Aha, bəli, Səfərəli. filmdə də çəkilmisiniz. Hə. Sonra mərmər soyuğu oldu Simurqdan sonra. Mərmər soyuğundan sonra deyəsən Simurq 2 çəkildi. Belə. Mərmər soyuğu da kifayət qədər fərqli bir obrazdır. Hə, mərmər soyuğu. Çox maraqlı obraz. idi. Ümumiyyətlə filmin özü çox maraqlıdır. Hə, baxmısınız? Bəli, bəli. Qurban müəllim sağ olsun. Hə. Maraqlı iş idi. Mərmər soyuğu da. Deyəsən rejissor da bəyənmişdi. Ümumiyyətlə o Asif Rüstəmov. Hə, üçlünü bəyənmişdi Asif Rüstəmov. Çünki məndən əvvəl əslində deyəsən başqa aktyorla danışılmışdı. Orada rola, sonra mənlə görüşüldü, belə danışdıq. Belə. Yəni Elşən Əsgərov orada olmasaydı film o qədər uğurlu olardımı sizə görə? Bir kənardan tamaşa Olardı, çəkmək. niyə olmur ki? Kifayət qədər, yəni ki, Elşən Əsgərovdan başqa da uğurlu aktyorlarımız var da. Kim olsaydı başqa cür olacaqdı. O da başqa cür bir uğur olacaqdı. Bəlkə daha yaxşı olacaqdı, bəlkə daha pis olacaqdı və onu hər halda indi Yox, bilə olacağını bilmirik. düşünmürəm. Asif Rüstəmov da kifayət qədər istedadlı insandır. Yox, şey baxımından deyirəm. Aktyor Yəni ki, baxımından. aktyor baxımından deyirəm. Aktyor Bəlkə seçimində- daha yaxşı bir Təbii ki. canlandıracaqdı başqa oynayan kimsə. Bəlkə daha pis Ola bilər. olacaqdı. Özünə amma məxsus, çəkilməyibsə daha pis və daha bilmirik yaxşı ki. deməyək, özünə məxsus deyək. Amma mənim yaddaşımda Elşən Əsgərov o obrazda, yəni yadımda qalır. Hə. Nə qədər az danışsa da. Hə. Orada daha çox sükutdur. Hə, sükutdur daha Elşənin çox. obrazında daha Elşən çox sanki sükut var. qapanıb öz içinə. Hə, elə idi oradakı. Yəni belə rolları oynamaq daha sizin üçün rahatdır, yoxsa söz ehtiyatı bol olan xarakter olaraq sizə görə sizə hansı daha? Daha mən belə deyə bilərəm ki, daha spesifik nəsə bir şey mənim üçün maraqlı gəlir. Hə. Və nəinki gündəlik belə salam, necəsən, nə var, nə yox. Nəsə bilmirəm, fərqli bir şey. Aktyor potensialını daha çox üzə çıxardır. Ola bilər, hə. Daha maraqlı gəlir nəsə, bilmirəm. Elşən bəy, bugünkü çəkilişimizin əslində bir mövzusu var və biz sadəcə istədik ki, girişi yaradıcılığınızla verək və niyə sizlə məhz bu mövzunu danışmaq? Çünki siz sosial şəbəkələrdə həm kifayət qədər aktivdə deyilsiniz və ümumiyyətlə bugünkü mövzumuza uyğun olaraq da nə videolarınız var, nə çəkilişlər olur. Siz daha çox peşəkar sənət tərəfində qalan tərəfsiniz və bizə də maraqlıdır. Aktyorlar var ki, baxırsan əslində istedadlıdırlar. Amma kifayət qədər də izləyici sayı var bugünkü gündən desək, istənilən bütün sosial şəbəkələrdə. Və bu aktyorların baxırsan ki, izləyici sayları çoxdur, amma ciddi işlərdə biz o aktyorları görmürük. Yəni bunlar nədən irəli gəlir sizin düşüncənizdə? Yəni ki, bu gündəlik çəkilən o belə deyək də qeyri-ciddi video deməyək də, yəni tam peşəkar olmayan videoların sayəsindəmi onlar rejissorların gözündə ciddi obrazlarda görünmürlər? Yəni bu baxımdan mı onları ciddi çəkilişlərdə, ciddi filmlərdə, kastlarda görmürük? Mən əvvəla onu deyim ki, sosial şəbəkədən belə necə deyirlər onu istifadə etmək necə? Sosial şəbəkə istifadəçisi belə deyək. Sosial şəbəkədən necə istifadə etmək? Yaxşı istifadə etmək. Yaxşı istifadə etmək. Mütəmadi belə istifadə etmək və yaxud da ki, heç istifadə etməmək. Məncə bu peşəkarlıqla bir əlaqəsi yoxdur. Amma siz dediyiniz ki, bu izləyici filan çoxdur, amma dəvət olunmur. Məncə yəqin orada nəsə ilkin təəssürat da yəqin ki, rejissorlara bir təkan verir ki, bununla işləmək olar, yoxsa olmaz. Belə yəni ki, həm də o videoların mövzusu nədir? Hal-hazırda konkret o barədə danışmırıq axı. Bəlkə kimsə, misal üçün deyirəm də belə, Sovet dili ilə desə, maarifləndirici videolar çəkir. Bəlkə kimsə elə belə bir şeylər çəkir, ona görə. O kontentdən asılı olaraq dəyişir. Amma yəni hə, yaxşı dediniz, kontenti nədir? Bəli, kontent. Hə, kontenti nədir? Mövzusu nədir?
İndi konkret o barədə danışmırıq axı. Hə, kontenti nəzərdə tutmuruq. Sadəcə olaraq belə deyək də, yəni sualımız nədir və mövzumuz nədir? Yəni sizə görə aktyor ümumiyyətlə bundan istifadə etməlidirmi gündəmdə qalmaq üçün, gündəlik unutdurmamaq üçün özünü? Mənə elə gəlir ki, sosial şəbəkədən istifadə etmək lazımdır. Hə, lazımdır, hə. Lazımdır. Mən bacarmıram hələ ki, bilmirəm, mənə bir o qədər gəlmir. Yəni nəsə hələ ki elə gedir, bilmirəm, bəlkə sabah başqa cür olacaq. Yəni nəsə şəklimi paylaşım və yaxud da ki, nə isə bir paylaşım, biraz mənə belə anlaya bilmirəm onu ki, yəni kimə lazımdır, nəyə lazımdır, bilmirəm ki. Şəkillər olmasa da ən azından işlərinizi paylaşmaq daha çox. Yəni oynadığınız obrazların, düzdür, hə, tamaşalardan hissələr ola bilər ki, tamaşaçıları cəlb etsin. Çünki bu dəqiqə hal-hazırda hamı sosial şəbəkədən istifadə edir və hansısa maraqlı bir səhnəni görəndə adamda istək oyanır ki, gedim bu tamaşanı izləyim. Hə, düzdür, paylaşmaq lazımdır. Çünki elədir ki, indi teatr, nə bilim, və yaxud da ki, film, serial onu paylaşırsansa müəyyən qədər dəstək olur da, məlumat xarakterli də olur axı. Amma dediyim ki, məndə hal-hazırda elə bir mərhələdir ki, mən onu filtrimdən keçirə bilmirəm ki, belə, yəni sizə yaddır. Hə, nəsə yaddır. Belə. Eçən bəy, ümumiyyətlə sosial şəbəkələrdən istifadə etmirəm dediniz. Rəyləri necə? Gələn rəyləri oxuyursunuz ümumiyyətlə oynadığınız obraz haqqında və yaxud paylaşılan hansısa sizinlə bağlı bir səhnənin altında yazılan rəylərə diqqət yetirirsinizmi? Ümumiyyətlə tamaşaçılar nə yazır, nə deyirlər sizlə bağlı? Mütəmadi olaraq, yəni deyim ki, onu çalışıram ki, nəzərdə saxlayım ki, görüm kim nə yazdı yoxsa yox. Belə olmur, amma bir də görürsünüz ki, belə tuş gəlirsə görürəm sizə, baxıram, cavablayıram, belə də. Olur, yəni gördüyüm də olur. Nəzərdən qaçan da olur. Ümumiyyətlə aktyor sizə görə diqqət yetirməlidirmi bu məqamlara ki, tamaşaçı nə yazır, tamaşaçı nə istəyir? Yəni tamaşaçı istəyinin arxasınca mı getmək lazımdır, yoxsa tamaşaçı aktyorun oyununun arxasınca? Aktyor tamaşaçı istəyinin arxasınca getməməlidir. Televiziya tamaşaçı istəyinin arxasınca getməməlidir. Tamaşaçı çox şey istəyə bilər. Bir uşaq sizdən hər gün konfet istəsə verəcəksinizmi? Yox, təbii. Və yaxud da ki, kimin ürəyi nə istəyir onu verməliyikmi? Yox. Biz televiziya olaraq müəyyən öhdəliklər olmalıdır. Çünki təsir qüvvəsi istəsək də, istəməsək də var. Böyükdür. Və bu bizim məsuliyyətimizdə olan şeydir. Çünki nə qədər lağlağı ilə məşğul oluruqsa, səhərsi gün bizim evladlarımız, nə bilim, yeganlərimiz, nəvələrimiz, nəticələrimiz yenə o cəmiyyətin içinə buraxacağıq da. Bəs biz nə isə dəyişmək istəyiriksə, nəsə bir ağıllı adamlar görmək istəyiriksə, zövqlü adamlar görmək istəyiriksə, bunun üçün çalışmalıyıq axı. İndi bizdə başqa cürdə də biz çalışırıq ki, elə sistemimiz var ki, yaşamağa çalışırıq. Yaşamağa çalışanda da o survivor kimi sağ qalmağa çalışırıq ki, necə tutum ki, mən tox olum özgələri ilə, nə də karım. O nəticəsi yaxşı yerə gəlib çıxmır. Teatrda isə o tamaşaçı nə istəyir olmamalıdır. Ona görə ki, tamaşaçı axı bilmir aktyor oyunu necə olmalıdır. Tamaşaçının zövqü hardan formalaşır onu bilmirik axı. Shakespeare demir, ağıllı adamların fikri sizin üçün daha qiymətli olmalıdır. Yəni siz necə düşünürsünüz ümumiyyətlə bu reytinq verən filmlər var, hansı ki komediya adı altında verilir və komediya ilə belə deyək də, sadəcə olaraq siz demiş, lağlağıdır. Yəni orada ciddi bir işdən söhbət getmir. Yəni bunun səbəbkarı kimlər olur? Yəni niyə izlənir və niyə çəkilir bunlar yaxşı? Reytinq verən filmlər olmalıdır. Və reytinq verən filmlər o demək deyil ki, hamısı pisdir və yaxud da ki, hamısı komediya olmalıdır, hamısı dram olmalıdır.
reytinqli işlər görmək olar, tamaşaçı gətirə biləcək işlər görmək olar. Bunu yaxşı formada da etmək olar. İndi baş verən o lağlağı filan dediyimizdə belə onun günahkarı həm özümüzük, hamımızıq. Bəli, təbii. Birinci növbədə təhsildir də. Təhsil, məktəb. Tamaşaçılarını da eyni zamanda, Məktəb, hər şeyin başlanğıcı məktəbdir də. İbtidai sinif, orta məktəb, sonra universitet. Məktəb yoxdursa heç nə. Heç nə olmayacaq. Tibb də olmayacaq, incəsənət də, heç nədən danışmaq olmaz. Məktəbdə vəziyyət yaxşı deyilsə, cəmiyyətdə də heç nə yaxşı olmayacaq. Müəllimlərin vəziyyəti yaxşı olmalıdır. Müəllimlərin vəziyyəti yaxşı olmalıdır. Həm maddi tərəfdən vəziyyəti yaxşı olmalıdır, həm də belə intellektual, dünya görüşü tərəfdən müəllimlərin vəziyyəti yaxşı olmalıdır. Təhsilsiz heç nə mümkün deyil. Yaxşı cəmiyyət yəni mümkün deyil. Təbii ki. Məsələn, mən Avropada baxırsınız ki, qatara minirsiniz və yaxud da ki, Yaponiyada inkişaf etmiş belə də cəmiyyətlərdən danışaq. Qatara minirsiniz, maşına minirsiniz, binaya baxırsınız. Hər hansısa bir idarədə və yaxud da ki, cəmiyyətin öz arasında belə bir-birinə münasibətinə baxırsınız. Bu adamlar özləri qatarını düzəldir, özləri avtomobilini düzəldir, özləri binalarını düzəldir, nə bilim, işıqlarını düzəldir, kameralarını düzəldir. Necə möhtəşəmdir. Təhsil. Hər şeyin başında təhsil, təbii ki. Təhsildən danışmışkən, qeyri-peşəkar aktyorlarla təhsilli, məktəb görmüş aktyorların eyni səhnədə rol alması necə? Yəni, istedaddır birinci növbədə, yoxsa yəni Elşən bu hallarda necə davranır və yaxud kiminləsə bir səhnədə çəkilmərəm deyə bir düşüncəsi varmı nə vaxtsa? İstedad vacib məqamlardan biridir, amma istedadla da yaxşı aktyor olmaq mənə elə gəlir ki, mümkündür. Dediyim kimi, burada o aktyorun insan kimi düşünmə qabiliyyəti nədir, analiz qabiliyyəti nədir, zövqü nədir, bunlar çox təkan verə bilər. Amma təhsilin əhəmiyyəti ondadır ki, təhsil onun necə məlumat kitabçasıdır da. Bu nümunəni bir dəfə də demişdim mən. Yəni, məsələn, biz bu cihazı götürdük, bunu öyrənmək üçün öz başına öyrənmək vaxt çəkə bilər də. Amma biz kitabına baxsaq, orada görəcək ki, bunu belə edirsən, nə bilim, basıb saxlayırsan, o nöqtə ilə ekran şəklini çəkir və yaxud da söndürür, yeniləyir, nəsə. Yəni, o baxımdan əhəmiyyəti ola bilər. Əhəmiyyəti ola bilər, yox, əhəmiyyəti var təhsilin. Vacib məqamlardandır. Hər ikisi də, istedad da, təhsil də. Bəs yaxşı, ssenari əlinizə gələndə, təklif əlinizə gələndə sizin üçün araşdırırsınızmı ki, mənim tərəf müqabillərim kimdir? Qeyri-peşəkar aktyorla bir səhnədə rol alarsınızmı, yoxsa belə məqamlar olur? Yəni, almışam. Qeyri-peşəkar aktyorlarla da işləmişik, səhnədə bölüşmüşük, film yəqin olub, serial da olub. Olub yəni ki, ssenari dediniz, ssenarilərimiz adətən bir o qədər belə yaxşı formada olmur. Mənə elə gəlir ki, bizim bu gün ən belə qabartmalı olduğumuz ən aktual problemlərimizdən biri dramaturgiyadır, yazı məsələsidir. Yaxşı aktyorumuz, yaxşı rejissorumuz, yaxşı nə bilim, işıq rəssamlarımız, operatorlarımız filan var. Amma ssenari baxımından bugün mənə gəlir ki, ciddi problemdir dramaturgiya. Yazı yoxdursa əhəmiyyəti yoxdur, nə bilim. Təbii, hər şeyin əsası ssenari. Kamera ilə çək, bir hekayə yoxdursa heç nə yoxdur. Nə olacaq? Ssenari demişkən, YouTube layihəsində demək bir obraz canlandırmısınız Qənimət filmində.
qulağında sırğa. Biraz fərqli bir obraz. Məsəl üçün hekayəsi var. Deyək ki, lokal bir məkanda baş verir. Mənə görə maraqlı idi. O təklif necə olmuşdu? O bildiyiniz kimi Əlxanın işi idi. Hal-hazırda o iş yoxdur heç. Niyə görə yoxdur? Bilmirəm, Amma xəbərim mən yoxdur. YouTube-da izləmişəm. Əvvəl var Çox da idi. yəni bəyənmişdim. İndi yoxdur. O Əlxanın işi idi və mənim üçün birinci belə deyək də YouTube üçün YouTube layihəsi idi. Və biraz tərəddüddə idim. Yoldaşların belə məsləhəti ilə razılığım oldu orada. Sırğalı filan belə xüsusi vurğuladınız. Mənə görə Fərqli çıxardı. Belə danışılırdı ki, bunlar bu işlə məşğuldurlar, bildiyiniz kimi də belə qara işlərlə məşğul idilər. Bu belə olsun, belə eləyinəcə qaqa olsun filan bezməkan. Yox da, niyə belə olmalıdır? Elə bütün pis işləri görənlər qaqalardır bəyəm. Yəni, qulağında sırğı olan, kifayət qədər müasir, nə bilim, geyimdə, müasir davranışda olan adam da pis ola bilər, pis işlərlə məşğul ola bilər də. Bunu hər hansısa bir formaya, qəlibə salmağın mənası yoxdur. Və yaxud da ki, çox belə lağlağı, çox pis, çox mənfi olan obrazları bir də görürsünüz, belə şeyə salırlar ki, gələcəm, gedəcəm. Belə olmalıdır. Nəyə görə bu mütləq belə baş verməlidir? İnsan müxtəlifdir, insanlar müxtəlif cürdür. Çox zəngindir insanların, nə bilim, yaşayış tərzi, düşüncəsi filan müxtəlif versiyalardadır. İndi tamaşada, məsələn, girişində harınlamış bir adam var. Onu canlandıranda məsələn, birinci düşüncə olur ki, siz bilirsiniz, nə ağırsınız, nə inirsiniz, nə dər yaxşırsınız, belə. Bunun üzərində düşünürdü. Orada da razı olmadı. Mən onu belə elədim ki, bu kifa belə danışır. Təklif sizdən oldu ki, belə. Rus dili belədir ki, Rus dili ola bilər, nə bilim, axı bizdə belədir ki, nə bilim, rusca danışmaq filan bəsməkan belə təəssürat var ki, bunlar daha intelligent, daha belə elegant filan bəsməkan. Amma elə deyil də. Ümumiyyətlə, Elşən bəy, peşman olduğunuz layihə varmı ki, burada oldum, amma kaş qəbul etməzdim? Peşman olduğum layihə olmayıb. Ona görə ki, mənim üçün okey olmayan bir layihə idi. Məsələn, xüsusi təyinatlı İbad filmi var idi. O film, amma indi məsələn olsa, mən o filmə getmərəm. Amma mənim onda belə deyək də ilk təcrübələrim idi. Və mən fikirləşirdim ki, birincisi mən gedişatı bilmirdim necə baş verir. Ümumiyyətlə, kim kimdir, belə tanışlığım yox idi. Amma məsələn, mən ora getdim və orada mənim tanışlığım yarandı başqa bir adamla. O məni başqa bir layihəyə dəvət etdi. Həmən adam məni başqa bir layihəyə dəvət etdi. Belə daha doğru yola gəlib çıxdım. Doğru yol dediyim, yəni daha keyfiyyətli bir tərəfə yönləndim də. Amma niyə oynamazdınız? Səbəb nədir? Niyə o rolu ifa etmədiniz? Səbəb odur ki, orada biraz mübahisəli məsələlər var və dramaturji baxımından, film baxımından güclü film deyil. Hal-hazırda mən məsələn istəmərəm elə bir filmdə oynamaq. Və artıq onsuz da elə baş vermir. Artıq hansısa filmlə bağlı söhbət gedəndə, kimlənsə görüşəndə artıq başa düşürsən ki, bunun necə olmaq ehtimalı var. Hiss eləmək olur yəni ki. Bu biraz təcrübə ilə olur yəqin ki, Elşən həm də. Bəzi şeylər təcrübə ilə olur da, amma sənin yanında bilən adam varsa, o sənə istiqamət göstərə bilər. Bilən adam kim olmalıdır Elşən? Bilən adam aktyorun bir meneceri mi olmalıdır, bir
yaxşı prodüsermi olmalıdır filmin? Hansı meyarlara görə məsəl üçün aktyorun meneceri olmağı çox yaxşıdır. Hə, amma bizdə işləmir də hal-hazırda o deyəsən. Sadəcə hər aktyor menecerinə çalışmır, belə deyək. O da var yəqin ki. Bəlkə bəziləri Yəni menecerə ehtiyac duymur. Kimsə öz menecerliyini özü eləmək iqtidarındadır, bunu bacarır. Kimisi bacarmır, kimisinə ümumiyyətlə məlumatı yoxdur, kimisi üçünsə qaranlıqdır, belə. O ondan irəli gələ bilərmi Eşən bəy ki, bizdə aktyora məhsul kimi baxılmır? Ümumiyyətlə aktyora məhsul kimi baxmaq lazımdırmı sizin düşüncənizdə? Aktyora məhsul kimi baxmaq lazımdırmı? Aktyor kimi baxmaq daha yaxşıdır. Məhsul kimi bilmirəm, belə biraz aydın olmadı mənə. Aydın oldu, yəni o anlayışı keçirəmirəm. Yəni aktordur, rejissordur, işıqçıdır. Menecer məsəl üçün onun belə deyək də, aktyora məhsul kimi baxmaq deyəndə biz nəyi nəzərdə tuturuq və nə anlaşılır ümumilikdə? Onun satış kimi baxın. Yəni xarici ölkələrə də ola bilər, hansısa ssenariyə uyğun olaraq həmin aktyorun təklifi, yəni bu baxımdan. Yəni bu bir məhsul kimi yanaşma götürsək, bəli, bu belədir. Yaxşı olsun məhsul. Yəni menecer xaricə çıxış tapa bilirsə, eləyə bilirsə eləyir. Amma ölkə daxilində buna ehtiyac yoxdur. Bir o qədər işləmir mənə elə gəlir ki, məsələn, çünki hamı bir-birini tanıyır da, kim bilir ki, məsələn deyirəm də, mən film çəkirəm, bilirəm ki, Vüsalə xanım nəyi oynaya bilər, nəyi təklif eləyə bilərəm Vüsalə xanıma. Çünki belə adətən bir-birinin işlərini görür adam. Aktyorun, nə bilim, tamaşasını görür, başqa bir filmdə, nə bilim, hansısa bir oyununu görür. Belə tanışlıq olur yəni ki. Menecerin o şey də yaxşıdır ki, digər məsələləri həll edir. O çox rahatlıq verir. Aktyorun komfortu. Heç nə ilə, başqa heç nə ilə məşğul olmursa, müqavilə filan. Bu baxımdan çox yaxşıdır menecer sistemi. Mən də artıq maraqlanmağa başlamışam. İndi görək necə olur. Aktyorun küçədə tanınması necə? Sizcə aktyor üçün uğurdurmu? Yəni hər kəs tərəfindən tanınmaq. Bilmirəm. Məncə uğurdur. Ümumiyyətlə layihənin uğurudur. Təbii ki, burada keyfiyyətli, keyfiyyətsiz işlər seçim edilir, təbii ki, və tamaşaçının zövqünə görə. Amma istənilən halda düşünürəm ki, aktyorun tanınmağı həmin layihənin uğurudur. Tək yəni aktyorun yox, ümumiyyətlə layihənin uğurudur. Yenə də deyirəm, son dönəmlər sizin canlandırdığınız Asif obrazı Tilov serialında məncə kifayət qədər kütlə yığıb özünə. Tilov serialı və çox ciddi bir mövzu olduğuna görə, çox ağır bir mövzu olduğuna baxmayaraq yenə də heç də reytinq verən komediyalardan geri qalmır. Təbii ki, kifayət qədər yaxşı izləndi, kifayət qədər çox keyfiyyətli iş olduğu üçün. Biz niyə komediyadan belə danışırıq? Çünki komediyalar bayağılaşdırıblar komediyaları. Çətindir də ona görə. Ən çətin janrdır komediya. Ən çətin janr. Ona görə. Amma bir indi çəkilən filmlərə baxsan, onu çəkən filmlərdən rejissorlarından, ssenaristlərindən soruşsaq, bəlkə də onlar üçün ən asandır bu dəqiqə odur. İlk baxışda elə görünür, amma Elşən bəy dediyi kimi ssenaridə gəlir. Təbii ki, mütləq şəkildə. Hə də, başlanğıc oradır da. Bayaq necə danışdıq təhsillə bağlı. Burada da dramaturgiyadır, yazı məsələsidir. Bəs belə deyək, hansı obraz sizin həyatınızda hansısa bir dəyişiklik, düşüncənizdəmi, bundan sonraki həyat fəlsəfəmdə deyək ki, bu istiqamətdə götürəcəm, belə bir təsiri olubmu? Təbii ki, aktyor qatır roluna müəyyən keyfiyyətlər qatır və qatmalıdır. Bəs aktyora oynadığı obrazlar nə qatır və Elşənə bunu nə qatıb oynadığı obrazlar? Bir tamaşanı, bir filmi oynamaq istər-istəməz nəsə barəsində düşüncə yaradır. Belə ki, orada müəyyən hadisələr baş verir də. Və o hekayələrin içinə sən düşünə bilirsən ki, bu belə ola bilər, bunu belə eləmək olardı, belə eləmək olmazdı. O da düşüncə yaradır sonraki gedişatda, belə adi həyat prosesində nələrsə
götür-qoy eləməyə. Bəlkə kömək ola bilər, bəlkə müəyyən təsəvvür yarada bilər, nəsə istər-istəməz nəsə qatacaq da. Yaxşı, bəs Elşənin aktyor kimi belə deyək, oynamaq istədiyi hansısa bir xarakter varmı? Daha çox öz potensialını açması üçün. Ya bu imkan hələ gəlməyib? Xüsusi o barədə düşünməmişəm ki, mən filan şey olsaydı oynayardım. Məsələn, Hamlet barəsində heç vaxt düşünməmişdim mən. Hamlet. Səhnədə canlandırırsınız belə deyək teatrda. Hamleti oynamaq belə heç vaxt düşünməmişdim. Amma elə oldu, baş verdi. Heç vaxt nəsə bilmirəm, məndə olmayıb ki, bunu oynamaq istəyərəm. Bunu oynayardım, belə oynayardım. Niyəsə olmayıb. Bilmirəm. Çalışmağa çalışıram. Sosial şəbəkədə çox maraqlı bir rey var idi. Sizlə bağlı belə bir paylaşım var ki, onun səsindəki arxasındakı vermək istədiyi ismarıc. Mən çox dərin adamam. Səmimiyyətdən çox estetik görünmək dərdi kimi görünür deyir tamaşaçı. Nə yaxşı. Harda deyiblər? Harda deyiblər? Sosial şəbəkələrdə hansındasa rastıma çıxdı. Maraqlı gəldi və sizin fikriniz maraqlıdır. Necə idi bir də deyin? Mən çox dərin adamam. Səmimiyyətdən çox estetik görünmək dərdi kimi görünür. Bilmirəm, heç vaxt belə bir planlı nəsə... Təbii ki, planlı olmur. Yox, axı... Planlı eləyənlər də var. Publikaya oynayanlar da var. Deyilib ki, mən yadımda saxlayamıram. Çox dərin adamam. Çox dərin adamam. Mən bunu göstərməyə çalışıram, estetik görünməyə çalışıram. Bilmirəm, yox, belə bir şey düşünməmişəm. Enerji məsələsidir yəqin ki, bu enerjini ötürmüsünüz. İstər-istəməz bu enerjini ötürürsünüz. Mən də elə fikirləşirəm. Bəlkə elə doğrudan dərin adamam, bəlkə elə doğrudan estetik adamam. O digər prosesdə də, yəni, nə bilim, teatr, kino fəaliyyətində də xüsusi belə gedişatlar fikirləşməmişəm. Axarında. Bəs aktyorun enerjisi, xarizması, nə dərəcədə şansı? Vacib məsələdir. Şans həmçinin. Mən belə düşünəndə həmişə belə çox şükür edirəm ki, rastıma yaxşı adamlar çıxıb. Demək olar ki, ən belə necə deyim, çətin vəziyyətlərdə biraz belə şey çıxır, çətin vəziyyətlərdə. Söz gəlir ki, çətin vəziyyət deyirəm də, o çətin vəziyyətlərdə, o dönəmlərdə rastıma həmişə yaxşı adamlar çıxır və onlar adətən mənə dəstək olublar, nəsə mənə bir yol açıblar, qapı açıblar. Bu baxımdan bəxtim gətirib ki, yaxşı adamlarla tez-tez rastlaşıram. Elşən bəy, xarizmadır, həmçinin, enerji isə mütləq. Siz bayaq dediniz, təhsil filan. Baxarsınız ki, hər şey çox mükəmməl şəkildədir. Bütün, necə deyim, düstur kimidir hər şey. Cavabı var. Amma enerjisi yoxdursa, bir şey ifadə eləmir, belə ifadəli olmur. Düzdür, razıyam o fikir. Elşən bəy, əgər belə bir təklif gəlsə, kifayət qədər maddiyyat qarşılığında, yəni böyük bir büdcə ilə oynamaram dediyiniz obrazla oynamağa razılaşarsınızmı? Dövrümüzün tələbini nəzərə alaraq. Bu sual ancaq bizdə verilə bilər. Axı aktyorlar kasıb olur. Onu pulla nəyəsə şey eləmək olar da. Yox, oynamaramsa oynamaram. Prinsipləri dəyişməzdir də sizin üçün. Yəni sənət prinsipləri heç vaxt heç nəyə görə dəyişmir. Sənət prinsipləri də demək olmaz. Belə də insani, nə bilim, nəsə belə. Hər şeydən əvvəl axı mən aktyordan əvvəl belə də evim, eşiyim var, nə bilim, adamım da, yəni insan kimi belə birinci təəssürat həmən aktyor reaksiyası ilə baş vermir. Bilmirəm, bəlkə məndə belədir, bəlkə bilmirəm. Amma belə birinci hər halda özün qərar versən ki, olar ya olmaz. Elşən Əsgərov bugünkü gündə bahalı aktordurmu?
Mən deməzdim Elşən Əsgərov bahalı aktyordur. Deməzdim ucuz aktyordur. Amma mən çalışıram ki, əgər çox belə yaxınlıq, dostluq, yoldaşlıq nəsə yoxdursa, düşündüyüm məbləğ nədirsə, qarşı tərəfin vəziyyəti nədirsə, belə də, yəni ki, mövcud reallıqlar əsasında ola biləcək rəqəmlər üzərindən danışıram və kiminsə pulsuz çəkilməyini qəti şəkildə qınayıram. Çox gözəl. Heç bir şeydən asılı olmayaraq belə ay tanınacam, nə olacaq, məşhur olacam, lazımdır. Mənim üçün qəbul olunan bir şey deyil. Mütləq nədirsə müəyyən məbləğ olmalıdır. Az məbləğ olmalıdır. Müəyyən məbləğ, az məbləğ yox da. Yəni ki, yəni normal, aşağı yox. Həmin işə normal uyğun və yaxud da olaraq ki, belə deyək. yuxarı nədirsə, yaxşı bir məbləğ. Bəs olur ki, çox vaxt deyirlər ki, büdcəmiz azdır, amma çox gözəl bir iş olacaq, çox populyar bir iş olacaq, kassa gətirəcək falan. Yəni belə olanda necə qərar verirsiniz? Mənim üçün maraqlı deyil populyar bir iş olmağı, qətiyyən maraqlı deyil. Mən yəni o kassa ki, gətirəndən sonra çünki aktyor heç kim xatırlamır, təəssüf. maddi tərəfdən ən çətin vaxtlarımda belə o şeyə getməmişəm. Yəni məşhur olmaq filan bunun barəsində düşünməmişəm deyə. Ona görə mən ona baxmıram ki, bu iş belə olacaq, bu işdə biz belə eləyəcəyik, necə deyirlər, partladacağıq, nə olacaq, belə partladacağıq, elə eləyəcəyik, mənə maraqlı deyil. İş yaxşıdırsa, Ssenari belə deyək də, ssenari yaxşıdırsa və iş normal adamlar tərəfindən, məsuliyyətli, ciddi adamlar tərəfindən görüləcəksə, o daha məqbuldur mənim üçün. Elşən bəy, tanınmaq arzusu varmı sizdə? Və yaxud da ki, bu sənətə gələndə elə bir istək olubmu ki, mən tanınım, məni tanısınlar? Məndə qətiyyən elə bir şey olmayıb. Tam belə əminliklə deyə bilərəm ki, heç vaxt o fikirdə, o düşüncədə, o arzuda, istəkdə olmamışam ki, tanınım. Və mənim aktyor aktyorluqla məşğul olmağım, aktyor fəaliyyəti ilə məşğul olmağa başlamağım belə təsadüfən baş verib. Çünki mən universitetə sənəd verəndə, mən İncəsənət Universitetinə sənəd vermirdim. Mən Rəssamlıq Akademiyasının imtahanına getmişdim, qabiliyyət imtahanına. Və orada qabiliyyət imtahanına gecikmişdim. Qabiliyyət imtahanına gecikmişdim, artıq universitetə sənəd verə bilməyəcəkdim. Yəni qəbul olunmuram faktiki, çünki imtahana gecikmişəm. Mənim dostum var, Bəhram Əliheydər. O universitetdə oxuyurdu, İncəsənət Universitetində oxuyurdu. O məndən yaşda böyükdür, biz rayonda onunla qonşuyuq. O məndən nə vaxtsa soruşub ki, sən nə olmaq istəyirsən? Mən balaca olanda, mən demişəm, rejissor olmaq. Mən imtahana gecikəndən sonra Bəhramla görüşdük, artıq səhərsi gün rayona qayıtmalıyam, suyum süzülə-süzülə. Bəhram dedi ki, sən mənə belə bir şey demişdin, rejissorluqla bağlı da. Sabah İncəsənət Universitetində rejissorluğun seçim mərhələsi var. Əvvəl elə idi axı, seçim mərhələsi oldu, test, sonra qabiliyyət imtahanı. Dedi, istəyirsənsə hazırlaş, sabah gedək ora. Yəni bir gün içində hazırlar. Mən də dedim ki, olar da, o olmasın, bu olsun. Məşribat kimi oturdum, hazırlaşdım, papağımı belə qoysam, nəsə öyrəndim. Nə bilim, təmsilləri, şeirləri filan, hamısını öyrəndim. Getdim seçim mərhələsinə. Seçim mərhələsində baxdılar, okey verdilər mənə ki... Nə gözəl, bir günə hazırlaşdım. Bir gün deyəndə gecədən səhərə səhər imtahana getdim. Təsdiq verdilər, sonra belə İncəsənət Universitetində başladım rejissorluq oxumağa. Rejissorluğu oxudum. Oxudum da belə də, yəni ki, universitet fəaliyyətində o qədər ürəkaçan deyildi. Çünki nəsə belə yarı oxuyurdum, yarı avaralıq, belə bir şey gedirdi, məndə proses gedirdi.
Hələ özünüzü axtarırdınız da belə deyək. Hə. İnsanın özünü axtaran dövrü olur xüsusilə. Amma çox gecdi də o dövr. O yaş üçün çox gecdi. Elə baş verməməlidir. O da orada onun da səbəbi təhsildir. Razıyam Yusuf Hə, və universitetdə məndən yuxarı kurslar var idi. 2 ya 3-də oxuyurdum. O məni diplom işinə çağırdı. Elnur var idi. Aha. Diplom işinə çağırdı aktyor kimi. Orada oynadım. Hamının necəsə çox xoşuna gəlmişdi. Sonra universitetdə başladılar məni diplom işlərinə çağırmağa. Aha. Hə, belə universiteti rejissorluqdan çox aktyor istiqaməti üzrə mən belə başa vurdum. Və ondan sonra universitetdən sonraki proses də elə getdi. Yəni Aydın səs qiraət müsabiqəsi var idi. Ora qoşuldum. Orada da çox necəsə bəyənildi, nə bilim finala kimi Demək gəldim. istedadınız var və o işıq var. Bu sualı niyə verdim? Belə bir maraqlı rəy var idi ki, deyir əslində Elşən Əsgərovun özü də digər aktyorlar kimi tanınmaq istəyir. Sadəcə olaraq digərlərindən seçilmək üçün belə dərin və qəliz fəlsəfə arxasında gizlənir. Hə, çox sağ olsunlar. Deməli, əgər mən belə tanınmaq istəyim filan olsaydı, çünki mən ona görə danışdım ki, ümumiyyətlə mənim Yəni bu sahəni seçmək niyyətimiz olmayıb. Hə, niyyətim olmayıb, yəni ki. Hardasa dediyim kimi, məsələn 5-də, 6-da, 7-də oxuyanda düşünmüşəm ki, rejissor olmaq filan. O da necəsə keçib gedib, ötəri olub deməli. Güc gələ bilməyib də. Yəni o baş versəydi əvvəldən deyərdim ki, belə bir istəyim olub. Sonradan isə özümdə hiss edirəm axı o baş verməyib məndə. Əgər belə bir istək olsaydı, yəni mənim indiyə qədər məsəl üçün deyirəm də bir 20 proyektim var isə, indiyə rahatlıqla olardı bir 30-40 proyektim olardı. Belə bir istəyim olsaydı əgər. Lap yaxşı. Yaxşı, bəs rejissorluq necə? Nə vaxtsa məşğul olmaq istəyirsinizmi? Yəni teatrda mən bilən tamaşalara quruluş vermisiniz yoxsa yanlış bilirəm? İki tamaşaya quruluş vermişəm. Rejissorluqla məşğul olmaq istəyərəm. Hə, rejissorluqla məşğul olmaq istəyərəm. Daha çətindir amma. Biraz başqa cür gedir də rejissorluqda proses. Bəlkə daha çətindir, hə? Daha çətindir məncə. Tam olaraq hakim olmaq prosesə. Çünki mən məsələn onu özümdə müəyyən qədər hiss elədim. Mən tamaşanı quranda daha çox aktyor ifası üzərindən qururdum. Yəni məsələn belə deyim də onların hər hərəkətinə mizan verirdim. Burada gəldin, dayan, 2 metr sonra dayan filan şey ilə, dön, dur filan şey ilə. Bu da aktyor üçün biraz çətin prosesdir. Çünki orada deyir ki, mən sənin dediyini eləyirəm mən. Amma onu deyə bilərəm ki, o aktyor ifası ilə bağlı çox mənə elə gəlir ki, uğurluydu. Çünki dəqiq işlənirdi. Bir növ belə deyim də, qıraqdan baxan bir adam sənin aktyor ifanı belə bacardığı qədər yaxşı yön verməyə çalışır. Yəni qarşıdakı da aktyor olduğuna görə sənin dediyin üstünə bir nə bilim 3-ün 5-ini də qoyur, belə çox yaxşı bir şey alınır. Aktyor ifası baxımından uğurluydu. Amma rejissor tərəfdən belə də qənaətbəxş sayılmaq olar. 3.5 verərdim 5 üzərindən. Şeir istəsəm Elşən. Çünki mən sizin şeirlərinizi izləmişəm, YouTube-dan izləmişəm və çox bəyənirəm. O səs tembri. Onlar da 3-4 dənə idi. 1-2 yaxşı elədim, dayandırdım. Sevgilim mən öləndə çox gözəl idi Fuad Poladovdan sonra. Onu məsələn məndən şeir kimi istəmişdilər. Demişdilər ki, şeirdir. Mən də belə şeir demək biraz belə çətin gəlirdi həmən məqama. Dedim, olar mən bu şeiri belə də öz istədiyim formada edeyim. Onu da elə bir günə hazırladım. Yerindəcə oxudum. Belə bir şey. Mümkündürmü? Ən sevdiyiniz şairdən bir bənd. Mən istəyirəm buludlar ağlasın. Uşaqlar ağlamasın. Analı ya anasız. Mən istəyirəm güllər açılsın. Güllələr açılmasın. Amanlı ya amansız. Mən istəyirəm qapılar qapansın soyuq olanda hava. Gözlər qapanmasın. Sözlər qapanmasın. Mən istəyirəm
yanğınlar sönsün, ümidlər sönməsin. Meyvələr dəysin öz fəslində, ürəklərə söz dəyməsin. Bəhərdən budaqlar əyilsin, insan başını əyməsin. Xəcalətdən ya gücsüzlükdən. Axsın bulaqlar göz yaşı kimi torpağın üzərində. Göz yaşı bulaq kimi axmasın dünyanın heç bir yerində. Hər şey insana baxsın, insan ələ baxmasın. Gecələr ulduzlar oyaq olsun, insanlar yatıb dincəlsin, qüvvət toplasın sabahın xeyirli işlərinə. Açsın gözlərini gələcəyin ümidli səhərinə. Mən istəyirəm sevinç, səadət bol olsun, ürəkdən ürəyə, ölkədən ölkəyə açıq yol olsun. Gözlərinizi ümidli səhərlərə açasınız. Amin. Çox gözəldir. Belə bir gözəl notda təşəkkür edirik Eyşən bəy sizə. Çox sağ olun. Dəvətimizi qəbul etdiniz. Sağ olun, xoş çox oldu. sağ olun. Çox sağ olun. Mən Eyşən. biraz belə danışmağa çətinlik çəkən adamam. Çətin, belə az danışıram. Yox, yenə də o enerjini ötürə bildiniz. Təşəkkürlər hər şey Çox sağ üçün. olun. Mən də sizə təşəkkür edirəm. Bugün qonağımız istedadlı aktyor Gülşən Əsgərova idi. Hələlik bu qədər. Bizi izləməyə davam edin. Daha maraqlı olacaq. Forum Baku işlərinizi asanlaşdıran Telegram səhifəsində abunə olmağı unutmuruq. İş axtarırsınızsa, işçi axtarırsınızsa, CV-lərinizi və maraqlı əl işlərinizi yerləşdirmək istəsəniz, mütləq şəkildə Forum Bakuya abunə olun. Növbəti görüşlərədək sağ olun.